Deməli, dediyimiz kimi bugün keçirik hidroliz reaksiyalarını. Hidroliz reaksiyaları nə oldu? Deməli, duzların hidrolizi. Hidro su, liziz parçalanma deməkdir. Duzların parçalanması su ilə. Və uşaqlar, yadınızda saxlayın ki, burada normal duzlardan söhbət gedir. Hansı duzlardan? Normal duzlardan söhbət gedir. Bax, ümumiyyətcə bizə tənliklərdə verilsə, hər hansı bir tənliyi yazsaq, orada əmsalından asılı olmayaraq, əgər hidroliz sözü keçirsə, biz orada normal duz almalıyıq. Əmsallarında özümüz düzəltməliyik. Aydındır bu düşündüm. Deməli, gəlin baxaq uşaqlar. Bax sizə bir sual verim. Sizcə su hücum eləyir duza. Su hücum elədiyi duzun hansı tərəfinə görə onu parçalaya bilər? Zəif yoxsa belə deyək, güclü? Zəif tərəfinə görə, bəli. İndi baxın, deyəsiniz müəllimə, duzun hansı tərəfi zəifdir? Biz onu nədən bilə bilərik? İndi mən sizə bir dənə nümunə yazıram. Bax uşaqlar, tutaq ki, yazıram natrium karbonat. Düzdürmü? Belə baxanda soruşuram ki, uşaqlar, bu duz nədən, yəni hansı maddələrdən əmələ gəlib? Onda deyirsiniz ki, ay sağ ol. Müəllimə, bu duz natrium hidroksitdən, yəni natrium OH-dan, bəli, yox. Bir də karbonat turşusundan. Bax, ağıllı balam. Natrium qələvilərin içindədir. O zəif ola bilməz. Siz bilirsiniz ki, elə 8 aktiv metalın biri də nədir? Natriumdur. Düzdürmü? Özü də qələvidir bu. Bu isə turşuların aktivliyi sırasında biz bu nə dedik? Dedik ki, karbonat turşusu o qədər zəifdir ki, hətta onu bütöv saxlamırıq. Karbon qazı və su şəklində yazırıq. Düzdürmü? Ona görə də deməli uşaqlar, buradan belə bir nəticə çıxır ki, su bu duza hücum edəndə, Lorentz deyim ki, daha rahat başa düşəsiniz də, bu deməli su bura hücum edəndə hansı tərəfə görə qalanı fəth eləyir, yəni duzu? Deyir, zəif tərəf buradır. Uşaqlar, bilirsiniz ki, kation birincidir, yəni müsbət yüklü. Mənfi yüklü yəni nə deyilir? Anion. İndi soruşsam ki, Ayxan, bu duz kimə görə hidroliz elədi, yəni dağıldı, parçalandı? Deyəsən müəllimə, aniona görə. Aydındır canım mənim. Yəni, indi kationa görə də olacaq, ha, nümunə yazacağam ona. Yəni, deməkdə məqsədim odur ki, bu duz nəyin hesabına parçalandı? Anionun hesabına parçalandı. Düzdür? İndi gəlin, həmin parçalanmanı yazaq. İndi mən buranı silirəm ki, rahat olsun, ekran daha yaxşı görsənsin. Gəlin. Deməli, uşaqlar, birinci nəyə baxırıq? Bunun üzərinə suyu mən özüm HOH şəklində yazarım, siz daha rahat başa düşəsiniz deyə. Burada baxırıq nəyə? Çöllə çölə baxırıq, misal üçün. Bir natrium, görsünüz ikinci üstə xət çəkdim, bir OH-dan çıxır, belə deyək. Bax, alındı mı natrium OH? Yerdə nə qaldı? Natriumun biri, yazıram, hidrogen, riski turş duzlarda bir də CO3, yəni karbonat iyonu, belə deyək də. Turş duzlarda hidrogen ortada yazılır, ona görə ortada yazın. Gözlü uşaqlar, duzun bir hissəsi parçalandı, yəni normal duz nəyə çevrildi? Turş duza. Yenə həmin turş duzu götürürəm, üzərinə bir də su gəlirəm. HOH. Uşaqlar, mərhələ ilə yazırıq. Baxın yenə çöllə çöl, natrium hidroksid, plus alındı nə? H2CO3, yəni karbonat turşusu. Aydındır. Gəlin, bax bu birinci mərhələdir uşaqlar. Bu da ikinci mərhələdir. Görürsünüz, iki mərhələdə tamamilə duzlu nədir? Dağıldı. Yerində nə qaldı? Əsasa və nəyə çevrildi? Turşuya çevrildi. Yəni, ona görə biz əvvəldən dedik ki, bu duz nədən əmələ gəlib? Yəni, hansı birləşmələrdən əmələ gəlib? Gördünüz, gəldik, çıxdıq həmin yerə. İndi gəlin, bax, paylayaq. Turş duz olduğuna görə natrium müsbət mərhələ ilə dissosiasiya edir də, HCO3 mənfi. Deməli, sıra ilə gəldik turş duz olanda. Aha, buradan üstündən gedək, bir də suyu bütöv saxlayırıq. Gəldik, natrium müsbət, OH mənfi, karbonat iyonu da uşaqlar, karbon qazı və su şəklində də yaza bilərik, bunu bütöv də saxlaya bilərik. Bizim məqsəd nədir? Mühitdə hansı iyon alındı? OH mənfi. Uşaqlar, bilirsiniz ki, bütün turşularda hansı iyon var? H müsbət. Düzdür. Əgər sonda H müsbət iyon alınırsa, mühit olur turş mühit. Yox, OH mənfi iyonu alınırsa, mühit olur əsasi mühit. Hidrogen və OH iyonlarının sayı bərabər olarsa, yəni bir-birlərinə belə yazıq daha doğrusu, bərabər olursa neytral mühit. Aydındır. İndi bizə burada hansı iyon əmələ gəldi?
OH mənfi ionu. Düzdür? Deməli, bu mühit nə mühitdir uşaqlar? Deməli, mühitimiz əsasi mühitdir. Aydındır? Və biz bunu əvvəldən də baxıb deyə bilərdik. Məsələn, baxsaq natrium karbonata, desəm ki, Aydən, burada mühit nə olacaq? Deyəsən müəllimə, burada qüvvətli tərəf natriumdur. Mühit olur o dominantlıq təşkil eləyən. Dominant, yəni güc. Güc kimdədir? Burada natriumda. Düzdür, düzdür. Desəm ki, Canəli, burada hidroliz kimin hesabına oldu? Deyəsən müəllim, anionun. Dağılma karbonat iyonunun. Düzdür, Ülvi, başa düşürsən oğlum buraları? De görüm bura qədər sualım var. Ay sağ ol. Ay sağ ol. Anionun hesabına, bəli, bu zəif olduğuna görə qala buna görə fəth olundu. Yəni belə deyək də, işğal olundu. Amma mühiti nə təşkil elədi? OH mənfi iyon olanda əsasi mühit. Aydındır? Uşaqlar, bir də burada pH göstəricisi var. Yəni belə deyək də, pH-ın qiyməti buradan yazsaq, baxın, pH 7-dən kiçik olarsa turş mühit, 7-dən böyük olarsa əsasi mühit, 7-yə bərabər olarsa, deməli, neytral mühitdir. Təbii burada bunu yazmayaq burada. Yəni bu qədər bildiniz bəsdir bu hissəsini. İndi bax gördünüz uşaqlar. Deməli, biz burada bax buranı silirəm. Bayaq yazdığımız reaksiyalardandır. Eynən dissosiasiyanı zaten bilirik. Gəldik biz burada dedik ki, qüvvətli əsas zəif turşudan əmələ gəlmiş, deməli duzun hidrolizini nəzərdən keçirtdik. Düzdürmü? İndi gəlin uşaqlar, burada əsası zəif götürək, turşunu qüvvətli götürək. Düzdür? Yəni indi bax buranı silək. Lövhəmizdə rahat şey eləmək üçün gərək siləm. Baxın, dəmir 2 xloridi götürürəm. Desəm ki, uşaqlar, bu hansı nədən əmələ gəlib? Deyərsiniz ki, müəllimə, dəmirin valeti burada 2 olduğuna görə dəmir 2 hidroksid, baxın, çöküntü işarəsini o dəqiqə qoydum, bir də xlorid turşusu. Canəli o dəqiqə deyir ki, müəllimə, xlorid turşusu qüvvətli turşudur. Bu da zəif əsasdır. Bakalım, görürsünüz, çöküntü dili bu. Düzdür, bu işini eyni şeydir uşaqlar. Baxın, götürürüm bu duzu, bax, yəni özünüzü çox belə dərinliyə salmayın. Burada çətin bir şey yoxdur. Yazıram HOH. İndi bir də bayaq biz görürsüz çöldən çölə baxdıq. Niyə? Çünki bir natriumla bir OH çıxa bilirdi də. Axı misal şeyləri valentlər düz gəlir. Amma burada dəmirin valentli 2 olduğuna görə ona bir OH bəs eləmir də belə deyək. Elə. Onda içəriyə baxacağam. 1 H-la 1 xlor nə verər bizə? H xlor plus yerdə nə qaldı? Dəmir, OH, bir də xlorun biri. Yəni dəmir 2 hidroksid xlorid də belə deyək. Əsası duza çevrildi. Götürürəm həmin əsasi duzu, bir də üzərinə nə gəlirəm? Su gəlirəm. Düzdür? Yenə bax, xlorla H çıxır, H xlor, plus artıq tamamilə duz dağılır və turşu və əsasa çevrilir. Aydındır? Gördünüz, duz tamamilə yoxa çıxdı. Biridir. Onun üçün buna suyun hesabına duzun parçalanmasıdır. Şurada gəlin baxaq. Burada hidroliz kimə görə olacaq? Hidroliz kimin hesabına olur? Zəif tərəf kimdir burada? Dəmir. Yəni katyona görə. Düzdür? Mühit nə olacaq uşaqlar? Yəni burada dominantlığı, gücü kim təşkil edir? Turşu. Yəni bəli, turş mühit. Aydındır, qoy bunu belə ayıraq ki, yəni mane olmasın da, yəni başa düşdüyünüz ağıllı bala. Deməli, mühiti kim yaradır? Mühit bilsiniz nədir? Bax, ətraf mühit, bir də qab və onun içərisində də, yəni sınaq şüşəsi və onun içərisində gedən, bax, bu maddələrin hamısı birbaşa sistem verir də bizə, düzdür? Həmin o mühitdə, burada dominantlığı kim təşkil edir? Güc kimdədir? Xlor turşusunda. Düzdür? Ona görə də mühit olur, turş mühit. Uşaqlar, indi bax, belə bir sual düşə bilər ki, yəni deyəsən mühitin nə kimi əhəmiyyəti var da biz bunu niyə bilməliyik? Məsələn, sənə bu duzu verir, da bunu açıq şəkildə yaza da bilərsən, yazmaya da. Bunu bilməliyik zaten. Amma duzu verir, sənə deyir ki, bu məsələn dəmir 2 xloriddir də bu duzun adı. Deyir dəmir 2 xlorid duzunu suda məhluluna lakmus əlavə etsək, hansı rəngə boyanar? O dəqiqə fikirləşsin. Lakmusun öz rəngi bənövşə idi. Düzdür, indikatordur da lakmus.
Aydındır? Yəni indikator nədir? Göstərirəm deməkdir. Burada əsas var, yoxsa turşu var. Uşaqlar, bax lakmus öz rəngi bir də təkrar deyirəm. Bənövşə rəngdir. Turşularda qıpqırmızı rəngi olur. Məsələn, qırmızı qələm kimi tutaq ki, əsaslarda isə nəyə çevrilir? Mavi rəngə. Bu şükür burada xəttkeşimiz də var, mavi rəngdə. Yəni ən azından göstərək. Özü də bənövşə rəngdir. Onu da bənövşə rəngi gözünüzün qabağına gətirə bilərsiniz də yəqin ki. İndi baxın. Baxan kimi heç bunu yazmadan fikirləşirsən, bu duz kimdən əmələ gəlib? Zəif əsas, qüvvətli turşu. Turşu qüvvətlisə demək dominantlığı o təşkil eləyir də, yəni üstünlüyü. Aydındır? Deyəsən müəllimə, lakmus məhluluna əlavə edəndə burada olacaq mühit qırmızı rəngdə. Niyə oğlum sual verim? Niyə qızım? Deyirsiniz ki, müəllimə, ona görə ki, burada turşu qüvvətlidir. Turş mühitdə də lakmus qırmızı rəngə boyanır. Ona görə də bu duzun suda məhlulu qırmızı rəngə boyanacaq. Aydındır? Bax, bizə bu şəkildə sual düşə bilər. Bura qədər sualımız var, uşaqlar. İndi gəldik. Hə, bunu gəlin bunda disasiyası ilə axırıncı tənliyini də. Bax, əsasi duz olduğuna görə bu mərhələ ilə disasiyası eləyəcək. Yəni həm OH, həm xloru verməyəcək də, bilirsiniz bunu. Birinci xlor verəcək. Suyu bütöv saxlayırıq. H müsbət, xlor mənfi. Dəmir hidroksida çöküntü olduğuna görə nə edirik? Bunu da bütöv saxlayırıq. Uşaqlar, burada bunlar geçsə, mühitdə nə qalır ağıllı balım? H müsbət. Mühit doğrudan da turş mühit. OH var burada. OH mənfi var. Yox. Bax oğlum, bu axırıncı mərhələni götürdüyü oğlum. Elə başladıq bunu disasiyasiya eləməyə. Bir də deyirəm. Bu əsasi duzdur. Əsasi duz olduğuna görə bilirsiniz ki, əsasi duzlar mərhələ ilə disasiyasiya edir. Gördünüz, birinci xloru verdi. Bu ion qaldı. Dəmir OH müsbət ionu. Sonra keçdik suya. Su disasiyasiya etmir heç bir vaxt. Onu bütöv saxladıq. Mən burada sizin üçün HOH yazmışam. Bu parçalanma demək deyil də, ayırıb yazmışam sadəcə. Sonra oxu işarəsindən sonra bu quşu qüvvətli turşudur. H müsbət, xlor mənfi yazdım. Çöküntü də ki, disasiyasiya etmir. Bunu keçən dərsimizdə demişik. Hamısını bir-bir. Yox, bir də təkrar deyirəm. Bizə lazım idi ki, bax bu H müsbət ionun alınması. Aydındır? H müsbət ionu alınırsa, deməli, burada nə mühit yaranır? Turş mühit yaranır. Demək ki, uşaqlar, bax, indi bir də gəlirik. Bax, bir dənəsində yazaq, sonra tam Aha, bircə dəqiqə. İndi gəlin bir dənə də zəif, hər iki tərəfi zəif olan, məsələn, amonium sulfid. Düzdür. Buna mərhələ zad lazım deyil. Su tamamilə ülvi səsi bağlı. Ekran kaydı yazıram da uşaqlara. Səsi bağlı sualın onda verərsən. Sualı verirsən oğlum. Bax bir dəqiqə. Amonium sulfidin üzərinə suyu bax, heç HOH zad yazıb eləmirəm, heç bir mərhələdə yazmıram. Deyəsiniz, ay müəllimə, niyə? Ay, su bunu bilsən yuri promoy. Bilsən niyə? Hər iki tərəfi zəifdir. O dəqiqə alınır NH4OH ki, o dəqiqə amoniaka və suya parçalanır. Uşaqlar, Plus H2 ən zəif turşulardan biridir. Aktivlik sırasında turşuların ən axırda gələn turşulardan biri də H2, yəni hidrogen sulfid və yaxud sulfid dədə. Sulfid turşusu. Aydındır. Yəni, baxın, gördünüz buna mərhələ zad lazım olmadı. Niyə? Hər iki tərəfi zəifdir. İndi desəz ki, müəllimə, burada hidroliz nəyə görədir? Uşaqlar, hidroliz həm kationa görə, həm aniona görə. Çünki hər ikisi tərəfi zəifdir. Desəz müəllim, mühit nə? İkisi də zəif olduğuna görə mühit neytraldır. Aydındır uşaqlar. Bax, məsəl üçün, sənə versə barium sulfatı. Desə hidroliz edirmi, etmirmi? Deyəsən müəllimə, əslində bu həm çöküntüdür deyə etmir, həm də hər iki tərəfi qüvvətlidir. Çöküntü olmasaydı belə etməyəcəkdi. Çünki hər iki tərəfi qüvvətlidir. Biz dedik ya uşaqlar, hidroliz üçün ya hər iki tərəfi zəif olmalıdır, ya da bir tərəfi zəif olmalıdır ki, su o duzu parçalaya bilsin. Lor dilincə desək. Aydındır canım mənim. İki dənəsi də, hər iki tərəfi də zaten bu çöküntüdür. Çöküntülər disasiyasiya etmir. Məsələn, tutaq ki, bax buranı silirəm. Yazıram natrium sulfat. Bu da disasiyasiya hidroliz etmir. Deyəcəksiniz ki, yaxşı müəllimə, bu çöküntüdür, bunu başa düşdük. Bəs bu, onda deyəcək ki, xatun deyəcək ki, müəllimə, bunun hər iki tərəfi belə deyək, qüvvətli olduğuna görə, bəli, biz axı demişik ki, hər iki tərəfi qüvvətlidirsə, suyun onu gücü çatmır. Hidroliz etmir. Bax, etmir. Mühit neytral. Niyə etmir hər iki tərəfi güclü? Bu da etmir. Mühit nədir? Neytral.
Çünkü yəni heç etmir, çöküntü olduğuna görə etmir. Dediyim kimi, yenə də deyirəm, çöküntü olmasaydı da hər iki tərəfi barimdə bilirsiniz ki, qələvidir də. Böyle prosta bu çöküntü deyil, ümumiyyətlə hidroliz etmir. Baxın uşaqlar, bax hidroliz nə oldu? Bir də başdan alıram, üstündən qısa xülasə yəni keçək. Hidroliz nə oldu? Normal duzların, bax görürsüz, normal duzların ağılı balam. Su ilə parçalanması oldu. Nətər parçalanır? Bax, ağılı balam. Duzun hansısa bir tərəfi zəifdirsə oradan parçalanır. Və mütləqdir ki, ya duzun bir tərəfi zəif olsun, fərq etmir. Ya kation tərəf, ya anion tərəf, ya da hər iki tərəfi zəif olsun. Hara zəifdirsə hidroliz ona görədir. Görürsüz, bayaq yazmışdıq ki, kationa görə. Çünki kation zəif idi. Anion zəif olanda aniona görə. Bayaq yazdığımız amonium sulfid nə idi? Hər iki tərəfə görə. Yəni desəydilər ki, bunun hidrolizi nəyə əsasən deyəcəydiniz müəllim? Amonium sulfidin hidrolizi həm kationa görədir, həm aniona görə. Çünki hər iki tərəfi nədir? Zəifdir. Aydındır uşaqlar dediyim. Yəni başa düşdünüz dərsin bu hissəsini. Deməli bizim bugünkü dərsimiz həm ion mübadilə reaksiyaları idi. Biz bayaq o ekran kaydı etmədik. Gəlin elə bir dənə də ion mübadilə reaksiyasını bir də üstündən keçək, uşaqlara da tam aydın olsun. Deməli, dediyimiz kimi ion mübadiləsi reaksiyaları bizə nə üçün lazımdır uşaqlar? Yəni hansı ionlar arasında reaksiya gedir. Bir də mən sizə onun qısa ion tənliyini necə tapmağı da öyrədim. Yaxşı elə yadıma düşdü ki, testlərdə həmişə qarşılaşanda izah eləyirdim. Bax məsələn yazıram. Mis-2 klorid plus natrium hidroksid. Bu reaksiyanı versə yazarım çölla çöl. Biz bunu keçmişik. Misin valentli 2, OH da həmişə ömrü boyu bir valentli olur. O dəqiqə çöküntü işarəsini yazırıq. Plus natriumla klor birləşib nə verir? Uşaqlar baxın natrium 1, klor 1. Baxın mən görürsüz oradakı klorun ikisini gətirib buraya yazmadım. Aydındır? Çünki valentli əsasında biz həmişə reaksiyaları qururuq. Amma baxdım ki OH burada neçə dənədir uşaqlar? 2 dənədir. Bura 1-2 əlavə elədim. Ondan natriumda 2 dənə oldu. Burada 1-2 əlavə elədim və reaksiya tənliyim demək olar ki, nədir? Düzəldi. Aydındır. İndi buna deyirlər molekulyar tənlik. Yəni belə deyək də Lordincan, hamısı bütöv-bütöv yazılıb molekul şəklində. İndi amma əslində uşaqlar, bax yadınızda saxlayın. Biz tənlikləri belə yazırıq. Bax bu maddə də bərk haldadır. Bu maddə də, yəni natrium hidroksid də bərk haldadır. Siz bilirsiniz ki, bərk maddələr bir-birinə reaksiya girməsi çox, yəni çətin olur. Aydındır. Çünki bərk maddələrdə belə deyək də ciddi nizam-intizam olduğuna görə kristal qəfəsin, yəni belə deyək, qırılıb reaksiya girmə çətinləşir. Amma biz bu hər iki duzu, qələvini suda həll eləyəndə su bunları ayırır rahat-rahat. Bax, mis-2 müsbət, 2 xlor mənfi normal duzdur. Plus 2 natrium müsbət, 2 OH mənfi. Oxumuzu qoyuruq. Bu nədir? Çöküntüdür. Çöküntü parçalana bilsəydi ilə çöküntü olmazdı zaten. 2 natrium müsbət, 2 klor mənfi. Buna deyilir tam ion. Kim parçalanırdısa hamısını neylədik? Tənliyi. Qoy tənlik sözündə yazar. Tənliyi. Bax gördünüz ağılı balım. Niyə rahatçılıq olur qızım, oğlum? Ona görə ki su gəlir, qışıb bunları parçalayır. İyonlar hazırdır. Müsbət, mənfi, bir müsbət, bir. Məsələn, bunun müsbəti ilə bunun mənfisi birləşir. Reaksiya asanlıqla gedir. Aydındır. Ən gözəl reaksiyalar hansı mühitlərdə gedir uşaqlar? Maye, qaz maye, bərk maye ola bilər, amma bərk çox nadir hallarda, çox nadir hallarda və çox çətin reaksiya girir. Ona görə də ən gözəli su mühitidir və bax biz də onun izahını veririk ki, nəyə görə bu reaksiyalar axıra qədər gedir. Sonra biz dedik, yadınıza gəlir, dedik ki, eyni adlı iyonları üstə xətt çəkirik. Niyə uşaqlar? Çünki demək ki, bunlar heç bir şey yaramayıb da. Düzdür? Demək yerdə nə qaldı? 2 müsbət, mis-2 müsbət, 2 dənə də OH mənfi, alınır mis-2 hidroksid. Demək ki, bilirsən, biz bu reaksiyanı, indi mən birində nümunə kimi yazacağım sizə, qısa yöntəliş bunu yazmadan, baxır hansı sualda uşaqlar. Bir görürsünüz, bax açıq sual düşər ağıllı balım. Sənə reaksiyanı verir, bu hissəni verməz. Deyər reaksiyanı tamamla və tam ion, qısa yöntəlini yaz, bunun nöqtəsinəcən yazmalısan. Əgər əmsalı belə səhv yazsan, elə, orada sənin balın kəsiləcək. Niyə kəsilsin? Hər şeyi bilək, mexaniki bir şeydən ötürü niyə bizim balımız kəsilməlidir ki? Gəldik bura. Səndən soruşa bilər, qısa ion tənliyinin əmsallar cəmi. Baxın, indi biz burada 1 yazılmır, amma biz bura kimi yazmalıyıq da. 1 bu, 2 bu, neçə elədir? 3 burada, 1 də burada. Cəmisi neçə elədir? 4. Düzdür? Desə ki, bu tənliklərin, qısa ion tənliyinin əmsallar cəmi 4.
Düzdür? Bura qədər sualımız var uşaqlar. İndi bax buranı silirəm, başqa bir nümunə yazıram. Sizə tənliyi, məsələn, şifahi açıq, qapalı sual ola bilər, qapalı sual. İndi sizə verər, bax bu tənliyi, məsəl üçün, deyər ki, gümüş bir nitratla deməli, natrium xlorid arasında gedən reaksiyanın qısa yön tənliyinin əmsallar cəmi. Sən də fikirləşirsən ki, ay canım, bax burada çöllə reaksiya getsə, gümüşlə xlor çöküntüdür. Natriumla inox çöküntü verər bizə? Verməz. Deməli, hansı iyonlar arasında reaksiya gedəcək? Gümüş müsbətdən, xlor mənfi. Nə alınacaq? A2 xlor, belə deyək də, gümüş bir xlor çöküntü. Heç bu tənliyi yazma, molekulyar, tam iyon, qısa iyon tənliyi yazmamış, biz onu bərpa edə bilərik. Hansı sualda? Qapalı sualdır, uşaqlar. Nəyə lazımdır? Səndən soruşur ki, əmsallar cəmi. Bax, 1, 1, 1. Cəmsi neçə elədi? 3. Açıq sual olsa, hə, bunu açıq yazmaq lazımdır, dediyim kimi. Qapalı sualda nəyimə lazımdır, onu saat bunu yazım, tayda vaxtım geçsin. Başa düşdünüz nə demək istəyirəm? Bax, belə deyək də, yarımbaşlıqdır bu uşaqlar. İyon mübadilə reaksiyaları və duzların hidrolizi. Deməli, dərsimiz nəzəri hissəsi sona çatdı, bu qədərdir.